Salam dəyərli izləyicilər, bugün sizə Kür və Araz çaylarının sahillərində yerləşən rayonlara baxacağıq. İlk öncə Qazax rayonu deyirik. Qazax rayonu Kürün sağ sahilində yerləşir. Ağstafa, Tovuz, Şəmkir, Samux rayonları Kürün hər iki sahilində, Goranboy sağında və həmçinin Mingəçevir şəhəri, həmçinin Yevlax rayonu Kürün hər iki sahilində yerləşəcək. Ümumiyyətlə Mingəçevir su anbarı ətrafında yerləşən rayonlara biz baxsaq, buradan görə bilərik Samux rayonu, Goranboy rayonu, Yevlax rayonu və Mingəçevir şəhəri Mingəçevir su anbarının ətrafında yerləşəcək. Davam edirik. Kürün solunda yerləşənlərə baxaq. Ağdaş, Zərdab, Kürdəmir və yadda saxlayın ki, Göyçənən, Ucar Kürün sahilində yerləşməyəcək. Sağ tərəfində yenə də Bərdəni, Ağcabədi, Beyləqan, İmişli və Saatını qeyd edə bilərik. Davam edək. Dedik ki, Saatlı Kürün sağ sahilindədir və Sabirabad, Saryan, Neftçala isə Kürün hər iki sahilində yerləşəcək. Şirvan şəhəri isə Kürün sol sahilində yerləşir. İndi isə Arazın sahillərində yerləşən rayonlara baxaq. Arazın sol sahilində yerləşən rayonlarımız Sədərək, Şərur, Kəngərli, Naxçıvan şəhəri, Babək rayonu, Culfa və Ordubad rayonları. Sonra Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan rayonları Araz çayının sol sahilində yerləşir. İndi isə Arazın hər iki sahilində yerləşənlərə baxaq. İmişli, Saatlı və Sabirabad Arazın hər iki sahilində yerləşən inzibati rayonlarımızdır. Ümumiyyətlə bilirsiniz ki, Araz çayı Kürə Sabirabadın Suqovuşan kəndində qovuşur və -11 metrdə Kürə tökülür.